16 yaşında kız sevgilisinden soruşur. 17 yaşında mənə nə alacaqsan? Oğlan, hələ ona çox var. Qız 17 yaşında xəstələnir. Xəstəxanaya aparırlar. Qızın ürəyində problem çıxır. Bir il xəstəxanada qalır. 18 yaş günü xəstəxanadan evə çıxıb gəlir. Otağa girəndə yatağın üstündə bir məktub görür. Qız məktubu açıb oxuyur. Oğlan məktubda belə yazır. Sevgilim, xatırlayırsan? Mənə deyirdin 18 yaşında mənə nə alacaqsan? Sənə ürəyimi verdim. Az günün mübarək. Bilirsən şimdi neredeyim, çılgın gecelerdeyim. 16 yaşında kız sevgilisinden soruşur. 17 yaşında mənə nə alacaqsan? Oğlan, hələ ona çox var. Qız 17 yaşında xəstələnir. Xəstəxanaya aparırlar. Qızın ürəyində problem çıxır. Bir il xəstəxanada qalır. 18 yaş günü xəstəxanadan evə çıxıb gəlir. Otağa girəndə yatağın üstündə bir məktub görür. Qız məktubu açıb oxuyur. Oğlan məktubda belə yazır. Sevgilim, xatırlayırsan? Mənə deyirdin 18 yaşında mənə nə alacaqsan? Sənə ürəyimi verdim. Az günün mübarək. Bilirsən şimdi neredeyim, çılgın gecelerdeyim.